Yəni yaxşı yemək xoşlamayan adam yaxşı yemək hazırlaya bilməz. Yəni yaxşı yeyib yeməyi içməyə bacarmaq. yaxşı yeməyi xoşlayan adam yaxşı da hazırlaya bilir. Məncə də. Məsəl üçün mən inanmıram ki, vegetarianlar dadlı yemək hazırlasın. Mənim üçün belə bir şey var da. Artıq bir video atdım, Gürcü xəngəli hazırlamışdım. Çox da dadlı hazırlamadım da evimi təzə almışdım. Stolları falan yox, ayaq üstə yeyib dadına falan baxdım. Elə kommentlərin əksəriyyəti oldu ki, niyə ayaq üstə yeyirsən? Video yəni bir günə 13.000 oldu, sonra 13.000, uca saata 50-60 min baxış gəldi. Milyon viral 700, oldu. milyon 700 minə qədər izləyici baxış oldu. Hı. Yəni deyim ki, xarici kəşfiyyat üzrə sırf Azərbaycandan. Həmin gün mən yağıntı olan günü paylaşmışdım. Yağış var. Tam xəngəl havasına düşdüm. Ondan sonra artıq başladım daha professional düzəltməyə, evə yerləşdim, nə bilim işıq filan, obursi. Paralelində necə çəkdim. Gördün ki, bu artıq ki, müsbət feedback də alıram, özümə də maraqlı gəldi. Yəni o hazırladıkca, elədikcə dadlı gəlir. İzləyicilərin əksəriyyəti elə bilir. Yəni restoranda işləyirəm, aşbazam, bu tip amma hələ ora gələcəm. Açıqlama vermə gələcəm ora. Olsun. Mən bunu hazırlayan, bu mənim elədiyim, sizin üçün hazırladığım bu gün budur. Məsələn, bu video belədir. Müsbət rəylər də olur, mənfilər də olur, amma hamısı ilə birlikdə. Hələ də var mənfi rəylər? Həmişə var. Nə üzərindədir indi? Misal üçün. Nə bilim, belə adətən də belə deyək, gündəlik bir şey paylaşıram. Misal üçün nə deyim sizə? Pişiyə misal üçün ət atıram. Kimisi deyir onu qaynadıb verir. Yəni mənə çox qəribə gəlir. Niyə də? Yəni bu heyvan bunu çiğ yeməlidir. Bunun təbiət etibarilə bunu belə yeməlidir. Nə bilim, misal üçün heyvanlar digərini paylaşıram. Falan şey niyə belə eləmədiniz? Nə bilim, orada inəyə niyə ot vermədin? Misal üçün atıram nəyə sadəcə yadına qalanlar. Bu əslində bir tənqiddir də. Tənqid mənə xoş, maraqlıdır. Sadəcə mənə onun düşüncəsi daha çox maraqlıdır. Ki hamısı izləyicidir. Yəni follow eləyən də eləməyən də fərqi yoxdur. Maraqlıdır. Yəni hamısına cavab verməyə çalışıram. Yalnız təhqir olduğu tərzdə yəni onu silirəm. Başqa heç bir nə qədər neqativ olsa belə rəy silmirəm. Yəni mənə və ya kiməsə təhqir yoxdursa, rəyləri silmirəm. Əlbəttə. Çatdırdığım qədər də hamıya cavab verirəm. Bəzən olur elə özümə də maraqlı gələn rəylər ki, o da belə deyək, yaxşısı ilə pisi ilə ümumi bir vəhdət təşkil edir. O da onun düz bir maraqlatan hissəsi. Siz yaxşı, bu deyirsiz Zaqatalada, yəni ilk blogerlərimizdənsiz də, belə deyək ki, bu işi. Mən onu sonradan bildim ki, digərləri var. Var idi o zaman sizdə. Kimlər var idi məsəl üçün? Belə deyək də, sırf mənim istədiyim adını çəkməyəcəm. O istiqamətdə yox idi. Sizin istiqamətdə yox idi. Mən onu demək istəyirəm ki, siz bu istiqaməti yoxdur deyə mi seçdiniz yoxsa? Yox. Sadəcə belə necə spontan alınıb.